Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salatü şerifler olsun. Allah'ın rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz değerli kardeşlerim, bugünkü vəz mövzumuz her zaman bir Müslümanın son nefesine kadar ihtiyaç duyduğu Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin hadis-i şerifine baktığımız zaman ihtiyaç duyduğumuz bugününle sabahı eyni olan ziyan içindedir. Hadis-i şerifini nəzərə aldığımız zaman xeyrxah işler görmeye tələsmək. Yani her bir Müslüman ömrünün saatını, gününü, dəqiqəsini qənimət bilməlidir. Çünkü özellikle de elə bir zamanda, elə bir mühitdə, elə bir dövrdə yaşayırıq ki, günahların apaçıq və sanki günah değilmiş kimi yaşanan bir mühitdə və dövrdə yaşayırıq. Ona göre daima Allah'ın izniyle xeyrxah əməllər etmeye, İslam'ı güzel bir şekilde yaşayıp, onu örnek bir şekilde təbliğ etmeye çalışmalıyıq. Her bir Müslüman, iman eden bir şəxs, tek danışığınla değil, təbliğinlə değil, yaşadığı hayatınla örnek olmalıdır. Ona göre bugünkü mövzumuzda her an onu düşünməliyik ki, heç kimin bir dəqiqədən sonra garantiyası yoktur. Hayatta qalacağı yoxsa yox. Ona göre her zaman xeyrxah işlərə tələsməliyik. Bir hadis-i şəriflə mövzumuza başlamaq istəyirəm. Müslim Ahmet bin Hanbel'de keçən hadisdə Ebu Hureyre radiyallahu anh'dan rivayet edildiğine göre Resulullah sallallahu aleyhi ve sellem belə buyurmuştur. Qaranlıq gecələr kimi fitnələr ortalığa çökmədən əvvəl salih əməllər etməyə tələsin. Bakın bu hadis-i şəriflər bu 21. əsrdə nəql olunmamıştır. Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin dövründə. Yani 14 əsr bundan əvvəl Allah Resulü'nün sallallahu aleyhi ve sellemin de o möcüzəvi olan peygamberliğin de bir əlaməti budur ki ve Kur'an-ı Kerim'in de möcüzə olmağının, bir kəlamının möcüzə olmağının bir əlaməti de budur ki sanki bu zamana xitab edir. Yani Allah əvvəl vəl əxir və zahir vəl batindir. Ta kıyamet kopana kadar yani bu kitap Kur'an-ı Kerim ve onun tefsiri olan Resulullah Efendimizin sünneti bunu da unutmayacağım onun yanında yer alacaktır şartıyla hiç vaxt ne olmaz köhnəlməz. Bir eser okuduğumuz zaman bir hansısa bir edebiyat kitap okuduğumuz zaman ikinci dəfə oxuyana təkrar gelir. Bunu müəllimlər daha güzel bilir. Dərs keçən müəllimlər. Ama yeganə kitaptır ki Kur'an-ı Kerim. Her ilde, her okuduğun zaman bir sir açılır. Bir hikmet açılır. İnsana irfan verir. Ve her dövrə xitab edir. Bak en önemlisi. Yani o dövrə aiddir. Bəzən cahiller deyir ha. Hansı zamanda yaşayır? Daha getdi daha o dövr. Xeyr. Son kitap Kur'an-ı Kerim. Son peygamber Hz. Muhammed sallallahu aleyhi ve sellem. Ve kıyamete kadar da hükmü nedir? Səhihdir, sağlamdır. Düz kıyamet kopana kadar. Ona göre Allah həmd olsun, biz şükürler olsun ki, elə bir Rabbimiz bize bir din nəsib etmiş ki, sağlam bir şekilde onu uyguladığımız zaman, sağlam bir şekilde təfəkkürlə yaşadığımız zaman o bütün güzellikler ortaya çıxar. Ona göre elə bir zamandır ki, həqiqətən də sanki bu dövrə gəlib hədis. Qaranlıq gecələr kimi fitnələr ortalığa çökmədən əvvəl salih əməllər etməyə tələsin. Hədis davam edir. Elə zamanlar gələndə insan səhər mömin ikən axşam kafir olaraq çıxar. Axşam mömin ikən səhərə kafir olaraq çıxar. Dinini kiçik bir dünya malına görə satar. Əziz qardaşlar, İslamı yaşamaq fədakarlıq istəyir. Mən müsəlmanam deyən şəxs, Allah'a inanıram, Peyğəmbərə inanıram deyən şəxs fədakarlıq istəyir. Və o fədakarlıqlar
her zaman zamanında özünü gösterir. Yani fedakarlıklar əməldə də, niyyətdə də, özellikle de əməldə özünü gösterir. Yani sen bir Müslümansansa nefsine qul kölə olmayacaqsan. Allah'a qul olacaqsan. Və səhər deyək, hədis şərifə nəzər baxdığımız zaman, təfsir niyyəti ilə baxdığımız zaman mömin yatıb kafir oyanar, kafir atıb mömin oyanar. Yəni bu hədisdə bir hikmət var ki, əsas hikmət. Yəni insan Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin hadisi şerifinin ışığında söylüyorum bunu. Onun o hadisin məntiqiyle söylüyorum. İnsan böyük günah işləyərkən deyir, onun deyir, imanı o vücuddan qalxar, kənara çıxar. Hadis şerifdir. O tövbə etməyincəyə qədər deyir, qayıtmazdır imanı. Böyük günahlar var o. Hadis şerif. İşlədiği zaman deyir, iman deyir, ondan qalxar deyir. O deyir, tövbə edincəyə qədər deyir, ona qayıtmaz. Tövbə eləyəndən sonra qayıdır. Çünki Allah tövbələri qəbul edəndir. Günah işləmək də insana məxsusdur. İndi elə bir anlar var ki, sanki Allah bizi görməyəcək kimi yaşayırıq bəzən. Yəni qonşudan geri qalmamaq misalı. Hə, ətrafım elədi, mən də elədim. Yəni buradan mesajlarımızı veririk. Anlayanlar gözəl anlayır. Fədakar olasan ey Müslüman. Dinini qorumaqda, dininin ayinlərini yaşamaqda fədakar olasan. Bunu bir məna olaraq hər bir Müslüman bilməlidir. Başqa bir hədis şərifdə Əbu Hüreyrə radiyallahu anh rəvayət edildiğine görə Rasulullah sallallahu aleyhi ve sellem belə buyurmuşdur. 7 şey gəlmədən əvvəl salih əməllər etməyə tələsin. Bunlar nələrdir? Bir, ibadəti haram və halal hüdudlarını unutturan kasıblıq. Yəni bəzən insanlar əlbəttə ki biz toplum olarak, insan olarak kimisi canınla imtihan olunur. Kimisi malınla imtihan olunur. Kimisi zənginliğiyle imtihan olunur. Kimisi kasıblığıyla imtihan olunur. Ama neticede bu dünya imtihan dünyasıdır. Bu dünya imtihan dünyasıdır. Bunun bu kəlmənin üzerinde durduğumuz zaman çok şahane bir kəlmədir bu kəlmə. Kasıbın imtihanı, zənginin imtihanı, xəstənin imtihanı. Ama neticede hamısı imtihandır. Allah yeryüzünde bir hikmet nəzəriyle baktığımız zaman heç bir toplum insanlar eyni değildir. Ve dünyada da bu belədir. Bunu biz her zaman dəfələrdən söyləyirik bunu, yine söyləyirik. Bir de görürsən ki, burada yağış, sel götürüp gedir, dünyanın bir tarafından bu quraqlıqdır. Bu bir dünyanın imtihanıdır. Zənginlik də elədir. Dünyanın bir tərəfi var ki, o qədər zəngindirlər ki, adam her şey havayı da elə bilir sanki orada. Ama elə yerdə var, çox çətinliklə yaşayır insan. Elə yerlər də var. Yani bunlar hamısı imtihandır. Allah bir toplumda, biz sadece olarak bir şer'i olarak danışa bilərik bunu, şəriət olarak danışa bilərik ki, acizanə bir toplumda ki günahlar çoxalırsa, bir toplumda ki istiğfar olunmursa, Allah'ın hüdudları qorunmursa, haramlar işlənirsə, Allah ora əzab olarak da suyunu ve çörəyini alar oradan. Bərəkətini çəkər oradan. Zinanın arttığı yer, içkinin arttığı yer, haramların, böyük günahların arttığı yerde işte bəla nedir? Bəla tək göydən o qövmlərə, Quran-ı Kərimdə ayətdə gələn qövmlərə kimi, qövmlərin dediği kimi olan qissələr var ki, göydən ateşlər yağdı. Tək bəla o deyil ki. Bəla bugün sənin maddi sıxıntın da bir imtihandır. Əlbəttə ki, o bəlaların içində də, müsibətlərin içində də imtihan şeklinde gelenler de var. Ceza olarak da gelenler de var. Ona göre bugün biz Allah'a olan inancımız zayıf olduğu için, Allah'a olan tevekkülümüz az olduğu için, imanımız zayıf olduğu için
Allah'tan gözləməkdənsə bəşərdən gözlədiyimiz üçün ona görə də imtihan oluruq. Dəvəni bağlayacağıq, hədis şərifə baxdığımız zaman Allah'a təvəkkül edəcək. Oturub qalacağım ki, Allah mənə rızıq verəcək. Xeyr, namaz qıldın mı? Dur, çıx, get, işlə. Nə gözəl, 5 vaxt namaza gəlirsən, əlhamdülillah. Namaz qıldın mı? Həmən get. Get bir işlə məşğul ol. Rızıq nə deyir? Ayət kəlmədə də. Çünki bunu bir dəfə də söyləmişik. Sahabələri görür Peyğəmbər Əfəndimiz s.ə.v ayət enir. Nədir? Məsciddə o qədər davamlı gəlir ki, axırda yəni ayət enir ki, rızqınızı axtarmaq üçün dağılın deyir. Yəni bir mömin, bir müsəlman qardaş namazda iştirak edə əlhamdülillah gözəl. Ondan sonra bəs o arada aralıqda nə armalıdır? Mömin çalışmalıdır. Müsəlman çalışmalıdır qardaş. Çalışqan olmalıdır müsəlman. Yəni hər bir anda baxdığımız zaman qüsuru özümüzdə axtaracağıq. Niyə kasıbıq? Niyə nə bilim mən ehtiyac sahibi? Niyə tapa bilmirəm? İstədim mən niyə tapa bilmirəm? Otur yerində tapsasan. İşləmə, eləmə, çalışma. Kimsə gəlib sədəqə verəcək, elə həyat yoxdur. Bir müsəlman çalışmalıdır. Bax, bugün Allah razı olsun, nə qədər qardaşlarımız işləyə, o çətin anda inanın ki, 2 qat savabdır. Məndən çox savab qazanır bu qardaşlar. Əziyyətdən bu qarda, soyuqda tez işindən çıxır, abed vaxtı deyilmir. Elə qardaşlar var burada, rahat gəlməyən qardaşlar var. Cüməsini tərk eləmir. Abed saatına tez tutur, xütbənin vaxtı nə zaman olacaqdır? Namazın vaxtını ki, qaçırmasın. Əziyyət çəkir qardaşlar. Amma çalışır, işləyir həm də. Onun işləməyi də belə bir ibadətdir. Ona görə hər bir müsəlman, yəni kasıblıqdan, ora qaydıram kəlməyə ki, yəni kasıbçılıqdan imtihan olunur bəziləri, o da onun öz səhvidir. Rızqı verən Allahdır. Heç kim çalışaraq çox rızq əldə edə bilməz. Sadəcə olaraq addım ataraq, Allahdan istəyərək o şəkildə. Çünki ən çox, əgər çalışanlara pulu olsaydı, ən çox çalışanlar kimdir bu dəqiqə? Fəhlələr. Adamlar neçə qəhbiyə qubik tulluyur maşına, kamaza bu dəqiqə. Amma adam da var ki, oturur otağında, belə iş otağında, ondan çox alır. Yəni, çalışmaq deyil əsas. Yəni, nə mənada? Mən çox çalışaram, çox rızq əldə etsim deyil. Allahdan rızqını diləyəcəksən və addım atırsan. İkinci, 7 şey gəlmədən əvvəl salih əməllər etməyə tələsin. Onun ikincisi, doğru yoldan azdıran zənginlik. Bunun da üzərində qısa duracağım, çünki bu əslində işləyəcəyim mövzulardandır. Yəni, zənginliklə insan imtihan ola bilərmi? Ola bilər. Çünki insanın özəlliklə də, yəni biz kişilərin pulu çoxaldığı zaman başlayır başqa arzulara düşməyə. İmtihan olunursan. Pulun çoxaldı mı? Ged axtar. Kim axtar? Kasıb ailələri, yetim uşaqları, yetim ailələri axtar. Fəqirləri axtar. O Musa Aleyhisselam bilirsiniz də o qissələrdə keçir bu, onu burada vurğulamam yerinə düşər inşallah. Musa Aleyhisselam qövmü deyir ki, sən deyir, ey Musa deyir, Allah'a deyir, bizim dəvətimizdən, yəni sən dəvət etsən gələr mi deyir Allah deyir bura. Musa Aleyhisselam qövmü. Və Musa Aleyhisselam bilirsiniz ki, Tur Sina dağında Allah'tan kəlmələşən bir peyğəmbərdir. Və Allah Azze ve Celle bunu söylüyor. Allah Azze ve Celle de deyir ki, get, gələcəm. Və qövmü də insandır, yəni bəşərdir. Ən gözəl ikramlarını hazırlayırlar, ən gözəl yeməklərini hazırlayırlar və heç kimi də əl vurmağa qoymurlar. Və bir dənə miskin, paltarı belə, sökük belə adam, miskin, kasıb biri gəlir. Allah üçün məni doyuran biri var mı deyə. Və heç kim umurunda olmur. Və çıxıb gedir. Bir nəfər də gəlir. Mən baxır ki, çırpaqdır, paltar yox, pis gündə.
və onu da heç kim vecinə almır, umurunda olmur və saatlar keçir, ey Musa deyir, sən de yalan mı danışırsan deyir və Allah gələcəkdi və Musa aleyhisselam başını dikərək aşağı, çünki Allah deyir bax ona, Allahdan gələn yəni, yanlış ola bilməz. Musa aleyhisselam qayıdırdı ki, ey Rəbbim deyir, sən söyləmədin mi gələcəm, niyə gəlmədin? Ey Musa, get qövmünə söylə ki, o az, susuz gələn deyir, kim onu doydursaydı deyir, məni doydurmuş olardı. O fakiri deyir, geydirən deyir, geydirsəydiniz deyir, məni deyir, əynimə geydirmiş olardınız deyir. Yəni Allah Azze və Cəllə Subhanallahdır. Bütün bəşər nöqsan sifətlərdən uzaqdır. Yəni burada nəyi demək istəyir? Başqa şeydə axtarmayan yəni. Bugün sən, ey imtihan olunan zəngin, malınla imtihan olunan zəngin, sən Allah üçün bir yetimi başını oxşasaydın, onu qayğı göstərsəydin, bir acı doydursaydın, eynən o misalı, onu sənin etdiyin əməl Allaha rızası olduğu üçün elə bir ki, Allaha etmiş olacaktın. Çünki insan burada nəyə görə elə bilmir? Çünki Allah rızası yoxdur. Bir çöpü bile verdiğin zaman Allah onu qəbul edir. Yəni, baxmır. Fəmən yə'məl mithqalə zərrə. Zərratin xayrən, yəni zərrə qədər. Görünmür zərrə. Yəni Allah mükafatı verəndir. Yəni ona görə zənginlər də imtihan ola bilər. Diqqətli olsunlar. Hər şeyi məhv edib pərişan edən xəstəlik. Adam sağlam canında keyfini yaşayır, xəstələnəndə Allah yada düşür. Kaş bunu eləyərdim. Kaş bunu eləyərdim. Nə qədər ki canın sağdır, nə qədər ki sağlamsan, o vücudunu Allah yolunda yıprat, yor. İbadətdə, bu da bax gənclər oturur, nə gözəl gənclər. Çalışın gəncliyizi, yəni nafilə şeylərə xəzləməyin, peşman oldasınız. Bax, kim ki gənc qalmaq istəyirsə, ruhu, vücudu, təfəkkürü, o gənclər vücudunu, ömrünü Allah'a xərcləsin. Yəni, Allah'a xərcləsin deyərkən elə zəndən emin, ancaq məsciddə gəlin, oturun məsciddə deyil. Yəni, Allah tək məsciddə deyil, Allah hər yerdədir. Yəni, Allah Azza və Cəlləni sən tək məsciddə axtarma. Ki, məsciddə namaz qıldın, sənin ətrafında, cəmiyyətdə edəcəyin hər bir şey Allah rızasınsa, orada da sən o rızanı qazanırsan. Tək rıza burada deyildir. Ona görə nə xoşbəxtdir ki, ömrünü, canını Allah yolunda yıpratsın. Yəni, xərcləsin. Dördüncü, ağlı və idraki zəiflədərək mənasız söz danışdıran qocalıq. Bəzən baxırsan ki, ağsaqqalların ağzından kəlmələr tökülərkən hikmət tökülür. Bəzi ağsaqqallar ağzından kəlmələr tökülərkən hikmət tökülür. Bəzi ağsaqqallar da danışarkən deyirsən ki, ay Allah, Allah o qocalıqdan Allah'a sınaq. Bəzən dilləri uşaqlaşmış insan. İnsan yəni yaşlaşdıqca uşaqlaşır deyə belə bir söz var. O kimlərə aiddir? Ömrünü İslam'a xərcləməyən, İslam'ı yaşamayan, baş hissası ağırıbdır, amma İslam'dan heç xəbərdar olmayan insanlardır. Uşaq kimi davranır. Nazınla oynayırsan, amma ağsaqqallar da var ki, yanında özü çəki düzən verirsən. Danışarsan ağzından hikmət tökülür. Nə gözəldir yəni, ona sahib olmaq lazımdır. 5. Qəflətən gələn ölüm. Yəni 7 şey gəlmədən əvvəl salih əməlləri etməyə tələsin deyərkən, 5-incisi qəflətən gələn ölümdür. Mutu qablən təmut. Hədis şərifinin sirrinə nail olmaq. Ölmədən öncə ölmək. Ölmədən öncə ölmək nəfsi tərbiyə edərək ölümə hazırlaşmaqdır. Bütün insanlıq, onsuz da bütün bəşər yaradılmış, hamısı öləcəkdir. Heç kim qalmayacaq bu dünyada. Və bunu bilirik, amma nəfsimizə dərk etdirə bilmirik. Çünki nəfis qəbullənir. Nəfis heç zaman ölmək istəmir. Ona görə ölmədən öncə
kaş, vay demeden önce ayılmaq lazımdır. Allah o kaş, vay demeden əvvəl ayılan qullardan eyləsin bizi. Gəlməsi gözlənilən şeylərin ən şərlisi Dəccal və qiyamətdən başqa bir şey mi gözlədiyinizi mi sanırsınız? Qiyamət isə bəlası ən müthiş və ən acı olanıdır. Yəni, qiyamətin nə zaman qopacağı Allah aləm. Hədis şəriflərdə əlbəttə ki var. Amma bir hədis şərifə toxunaraq söyləmək istəyirəm ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin bizə ibrət olan burasıdır. Qiyamət dedikdə. Bir insanın ölməyi qiyaməti qopasıdır. Çünki sən artıq o qiyamətin qopmasını deyil də ikinci suru görəcəksən. Dirilmə surunu görəcəksən. Yəni bir insanın ölümü qiyamətin birinci qopmasıdır. Yenə də hara bağlayırıq? Əlbəttə ölmədən öncə ölümə hazırlamağa. Ona görə əziz, dəyərli qardaşlar, son bir hədislə tamamlayıram inşallah. Əbu Səid Əl-Xudri radiyallahu anh rəvayət edilənə görə Rasulullah sallallahu aleyhi ve sellem əshabının biraz arxada səhv tutmağa çalışdığını gördü. Bunun müqabilində onlara, bu hədis Müslüm və Ahmed bin Hanbəldə keçir, diqqətli olağın və son hədisi hər kəs mesaj olaraq anlasın. İrəliyə doğru gəlin və mənə uyun, sizdən sonrakılar da sizə uysunlar. Bir toplum geri dura-dura Allah onları geridə qoyar buyurdu. Yəni, biz İslamı, dinimizi nəsildən nəsilə ötürmək, hədis şərifə nail olmaq budur. Yəni, İslamı yaşarkən, İslam dinini yaşarkən, dinimizi yaşarkən, yəni məndən bilməsinlər və yaxud da ki, addım atarkən biri addım atsın, sonra mən atım. O hədis şərif, o sirrə nail olmaq da ki, bu hədisin sirrə nail olmaq. Bir toplum geri dura-dura Allah onları geridə qoyar. Yəni, Allah o toplumun bərəkətini alar. Yəni, bu da çox böyük mesajlar var. Zamanımız qısadır. Və net, qısa və öz olaraq bunu söyleyeyim ki, dinimizi yaşayarkən çəkinməmək lazımdır. Dinimizi yaşayarkən, bax, qısa mesaj, dinimizi yaşayarkən çəkinməmək lazımdır. Geri dursanız deyir, bax, nə deyir, bax, hədis şərifdə, Müslüm və Ahmed bin Hanbələ keçən, Allah deyir, o toplumu deyir, geridə qoyar. Bir müsəlman öndər olacaqdır, öndə olacaqdır. Allah bizi, dinimizi yaşamakta yardım eylesin.